Özü sağdır, amma 14 il əvvəl adına qəbir qazılıb və ölü kimi qeydiyyatdadır. Abşeron rayon Saray qəsəbəsində baş verən bu qəribə hadisə haqqında məlumat vermişdik. Şəkil olmayan qəbir daşında 36 yaşlı Bayramov İlham Davudoğlu'nun 2003-cü ilin 29 dekabrında dəfn olunduğu həkk olunub. Maraqlısı odur ki, həmin şəxs sağdır və Saray qəsəbəsində yaşayır. Bəs necə olub ki, qəbrə başqa adam bastırıblar və bu necə səhv düşüb? Və yaxud qəbirdə həqiqətən adam bastırılıbmı? İlham Bayramov psixoloji problemlərdən əziyyət çəkdiyi üçün heç bir suala cavab vermir. Saray Bələdiyyəsinin sədr mavini Şahlar Məhərrəmov isə deyir ki, həmin adama o vaxtki bələdiyyə sədri tərəfindən qəbristanlıqda yer ayrılıb. 2003-cü ildə rəhmətli bələdiyyə sədri Ənvər müəllimin vaxtında verilmişdi bu yer. Dəfn olunub, yəqin ki, rəhmətə gedibsə kimsə dəfn eləyiblər burada da. Yəni yəqin ki, boş olmaz bura.